Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 dərəcə isti, gündüz 29-34 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.